Bugün sizə qızıl üzərində özünü əla göstərən bir indikatordan danışacağam. O, bizə trendin dönüşü başlayanda giriş nöqtəsini müəyyən etmək, trend aktiv halında siqnallar vermək, stop-loss əmrini daha təhlükəsiz zonaya yerləşdirməyə göstərmək və optimal take profit səviyyəsini təyin etmək kimi məsələlərdə kömək edir. Rahat əyləşin, özünüzə çay süzün və materialları sona qədər öyrənin. Nəzəriyyədən başlayıb sonra qrafik üzərində praktikaya keçəcəyik. Moving average hərəkətli ortalama trend indikatorudur və bu funksiyaları yerinə yetirir. Qiyməti izləyir, trendin istiqamətini müəyyən edir, potensial dəstək və müqavimət səviyyələrini tapmağa kömək edir. Vizual olaraq qrafikdə əyri bir xətt kimi görünür. Bir çox yeni başlayan trader EMA-dan səhv istifadə edir. Məsələn, hesab edirlər ki, əgər şam EMA xəttini aşağıdan yuxarıya kəsib yuxarıda möhkəmlənibsə, bu alış üçün etibarlı siqnaldır. Və əksinə, yüksələn trend zamanı şam EMA xəttini yuxarıdan aşağı kəsirsə, bu satış siqnalıdır. Nəticədə çox sayda yalançı qırılmalar baş verir. Bu da yanlış əməliyyat girməyə səbəb olur. Bəs onda EMA-dan necə düzgün istifadə etməli? Moving Average-i MetaTrader 4 və ya MetaTrader 5-də quraşdırırıq. Parametrlər: Method simple, yəni sadə, tətbiq et, close bağlanış qiyməti, period konkret hərəkəti uyğun seçilir. Təmzimləmə nümunəsi: yüksələn hərəkət üçün 70 və ya 90 periodun seçirik ki, EMA trend boyunca hərəkət etsin və yalançı qırılmaları filtrasiya etsin. Vacibdir. Rəqəmlər mövcud hərəkətə uyğun seçilir. Başqa bir vəziyyət üçün parametrləri dəyişmək lazım gələcək. EMA-dan tək başına yalnız trendin əyri xətti kimi istifadə etmək olar. EMA-nın qırılması, üstəgəl səviyyənin qırılması potensial əməliyyata giriş deməkdir. Lakin bazar kontekstini nəzərə almaq mütləqdir. Daha effektiv üsul 2 Moving Average metodunun mahiyyəti. Fərqli periodlara malik 2 EMA istifadə edirik. EMA 50 sürətli, qiymətə daha tez reaksiya verir və EMA 200 yavaş orta müddət tendensiyanı əks etdirir. Siqnallar: alış EMA 50, EMA 200-ü aşağıdan yuxarı kəsdikdə və şamlar kəsişmə nöqtəsindən yuxarıda möhkəmlədikdə, satış EMA 50, EMA 200-ün yuxarıdan aşağı kəsdikdə və şamlar kəsişmə nöqtəsindən aşağıya möhkəmləndikdə. Bu yanaşmanın üstünlükləri: siqnallar az olur, lakin daha keyfiyyətli olur. EMA 200 tez-tez dəstək və ya müqavimət rolunu oynayır. 2 EMA-nin kəsişməsi yalançı girişlərinin filtrasiyasını edir. Flat, yəni hərəkət, bu metodun əxilles tabanı olaraq qalır. Yaxşı trend formalaşmadığı müddətcə siqnallar yalançı ola bilər. Trenddə isə metod əla giriş nöqtəsini göstərir. Məsələn, EMA 200-ün qırılmasından və dönüşündən sonra EMA 50 və EMA 200-ü aşağıdan yuxarıya kəsdi. 800 punktdan çox artım baş verdi. İndi isə əsas məsələyə, Avramron indikatoruna gəlirik. O, eyni anda 10 EMA istifadə edir və avtomatik olaraq giriş və çıxış nöqtələrini müəyyən edir, stop-loss və take profit səviyyələrini göstərir. Əməliyyatın statusunu nümayiş etdirir. Pulsuz olaraq əldə edə bilər. Əldə etmək təlimatı materialın sonunda. ARN indikatoru quraşdırılması və tənzimlənməsi indikator faylını əldə etdikdən sonra necə əldə etməyi videonun sonunda öyrənəcəksiniz. Onu MetaTrader terminalına quraşdırın. Navigator pəncərəsində ARN tapın, 2 dəfə klikləyin və Allow DLL Imports, yəni DLL idxalına icazə ver xanasını işarələyin. Təmzimləmələr: MetaTrader'ın dili, özünüz üçün rahat olan dili seçin. Siqnal paneli daha geniş etmək olar, məsələn 800-dən 1000-ə qədər. Qalan parametrləri standart olaraq saxlamaq olar. İndikator paneli nəyi göstərir? İnstrument, məsələn XAUY, USD, Time Frame giriş nöqtəsi, Stop-loss səviyyəsi, 3 take profit səviyyəsi 1-in 1-ə, 1-in 2-in və 1-in 3-ə, əməliyyatın statusu aktiv deyil, aktivdir, bağlamaq vaxtıdır. Siqnal strategiyası bölməsi hansı transferlər üçün siqnalların göstərdiyini seçməyə imkan verir. Məsələn, H1 aktivdir, M15 deaktivdir. Tövsiyə olan timeframe'lar. Yeni başlayanlar üçün H1 və H4 optimaldır. H1-dən aşağı çox dalğalanmalar var. Siqnallar daha az etibarlıdır. D1 istifadə etmək olar, lakin stop-losslar daha böyük olacaq. ARN indikatorun siqnalları: 1. Düyün siqnalı, hədəf ikonu və işarələnir və paneldə təkrarlanır. Bu iki tərəfli bir siqnaldır. Buy stop,
ən yaxın maksimumdan 10 punkt yuxarı. Sell stop, ən yaxın minimumdan 10 punkt aşağı. Qiymət hansı tərəfə getsə, əməliyyat o istiqamətdə açılır. Kiçik time framelərdə M30, M15 daha yaxşı işləyir. H4-də effektivliyi daha aşağıdır. Zəif buğa ayı dönüşü. Zəif buğa dönüşü daha yüksək qiymətdə formalaşır. Güclü buğa dönüşü isə daha aşağıda. MA artıq yuxarıda döndükdə yaranır. Ayı siqnalları üçün bunun əksidir. H1 üçün stop loss H4 və ya D1-də nisbətən daha kiçikdir. Tövsiyə, əməliyyat siqnal xəttinin birbaşa üzərində deyil, ondan 15-20 punkt yuxarı aşağı qızıl üçün yerləşdirin. Euro USD üçün 10 punkt kifayətdir. 3. Buğa əlavəsi. Trendin aktiv fazasında hərəkət davam etdirmək üçün siqnaldır. Korreksiyanın bitdiyini və qiymətin daha da irələməyinin hazır olduğunu göstərir. Əsas üstünlüyü trend davam etdiyi müddətcə dəfələrlə mövqe əlavə etmək mümkündür. Mənim sevimli siqnalımdır. Güclü hərəkətlər zamanı stabil işləyir. Siqnalların işləməsi nümunə. Güclü buğa dönüşü 767 punkt artım, plus 50 mənfəət əldə etdikdən sonra stop lossu zərərsiz nöqtəyə, yəni break evinə çəkirik. Həmçinin yarısını bağlayırıq. Trend döndükdə mənfəəti götürüb növbəti siqnalı gözləyirik. İndikatorla işləyərkən bazar kontekstini necə nəzərə almaq olar? 1. Güclü səviyyələr. İndikator siqnal versə belə, müqavimət səviyyəsinin altında və ya satış zamanı dəstək və səviyyənin üstündə əməliyyata girmək tövsiyə edilmir. Məsələn, əgər siqnal müqavimət səviyyəsinin altında yaranıbsa, yalançı qırılma riski yüksəkdir. Gözləyirik ki, qiymət səviyyəni qırıb yuxarıda möhkəmlənsin. O zaman siqnal etibarlı olur. 2. Maksimum minimumların yenilənməsi. Əməliyyata əvvəlki maksimumun alış üçün və minimumun satış üçün yenilənməsindən sonra girmək optimaldır. Əgər siqnal yenilənmə olmadan gəlirsə, bu zəif giriş nöqtəsidir. Məsələn, siqnal olub, lakin maksimum yenilənməyib. Əməliyyata girmirik. Maksimum səviyyəsi yeniləkdən sonra giriş doğrudur. 3. Siqnallar arasındakı məsafə. Əgər iki siqnal bir-birinə çox yaxın yaranırsa, ikinci girişi buraxmaq daha yaxşıdır. Məsafə nə qədər çox və əsas səviyyəyə nə qədər çox yenilərsə, giriş bir o qədər etibarlı olar. 4. Flatdə, üfüqi trenddə. Üfüqi hərəkət zamanı effektiv azalır. H1 və daha aşağı time framelərdə flat şərait daha tez-tez rast gəlinir. Girişləri filtrasiya etmək lazımdır. H4 və D1-də trendlər daha təmiz, yalançı siqnallar daha azdır. Fərqli time framelərdə əməliyyat nümunələri. 1. 4 saatlıq qrafik H4 əlavə mövqe açmaq və dönüş üçün stabil siqnallar verir. Stop loss ölçüsü mülayimdir. Nümunə, buğa əlavəsi. Siqnaldan sonra qiymətin maksimum yenilənir və 120 punktdan çox mənfəətə keçib. Qaydalara görə mənfəətin yarısını götürürük və stop lossa girişi çəkirik. 2. Saatlıq qrafik H1. H4-ün daha aşağı dalğalıdır, lakin yaxşı giriş nöqtələri də verir. Kiçik stoplarla sürətli əməliyyatlar üçün daha yaxşıdır. Nümunə, tarixi maksimumda satış siqnalı yaranıb, qiymət 185 punktda hərəkət edib, mənfəətin yarısını götürürük və stop lossa girişi çəkirik. Yenidən giriş etmək lazım deyil. İki siqnal ən etibarlısızdırlar. 3. Gündəlik qrafik D1. Siqnallar daha nadir rast gəlinir, lakin doğruluq potensialı daha yüksəkdir. Stop losslar H4 və ya H1-dən daha əhəmiyyətli dərəcədə böyükdür. Daha böyük depozit və daha çox kiçik əməliyyatlar həcmi tələb edir. Kiçik time framelər M15 və M5 çox dalğalanmalar var, yalançı siqnalların ehtimalı yüksəkdir. Əgər istifadə edilərsə, yalnız düyün siqnalı ilə işləmək üçündür. Dönüş və əlavə mövqe siqnalları burada daha az etibarlıdır. ARN indikatoru pulsuz necə əldə etmək olar? İnternetdə etibarlı Avropa broker olan xm.com saytını tapın, broker qeydiyyatını keçin, dəstək xidmətinə yazaraq indikatorun təqdim edilməsini xahiş edin. Menecer sizə yükləmək üçün bir fayl göndərəcək. Faylda bunlar olacaq. İndikatorun özü, quraşdırma təlimatı və istifadə qaydaları. Əməliyyatda həmişə depozitin 1%-dən çoxunu riskə atmayın. Qızıl üzrə plus 50 punkt əldə etdikdən sonra stop lossu zərərsiz nöqtəyə köçürün. İlk hədəfə 1-1-ə çatdıqda əməliyyat həcmini yarısını bağlayın. Stop losslardan qorxmayın. Bu trader işinin bir hissəsidir. İndikator siqnallarını, səviyyələrini və trend analizi vasitəsilə filtrasiya edin. Hər siqnala girməyin. Yalnız keyfiyyətli nöqtələri seçin. Bugünlük bu qədər. Bu videonu bəyənməyi və yeni təlim videolarını qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.